millimiz də yaxşı oynadı belə baxanda. Yəni mən deyərdim ki, yəni hamı deyirdi ki, Fransadan bilməm 7-8-dən buraxacaq. Amma yenə də mübarizə 3-0 qoydular. uduzmağı Fransaya, Azərbaycan millisinin, yəni Fransa artıq top millilər arasındadır. Fransa iştirak edəndə Avropa çempionatında, dünya çempionatında favoritlər sırasındadır. Hə. O komandaya uduzacağı proqnoz olunan idi. Amma 3-0 uduzmağı və gəl belə deyək, söhbət təkcə tablodan getmir. Azərbaycan millisi Fransaya qarşı mübarizə ilə uduzdu və ən çox da müdafiədə da, yəni. Ən çox da müdafiədə sərt təpki göstərirdilər, sərt cavablar verirdilər. Qeyd eləmək istəyərdim Bəhlul Mustafazadənin oyununu. Çoxdan da Azərbaycan millisində bax, həm bu keyfiyyətdə, IQ-də, həm də bu atlet parametrlərində bir stoper yox idi. Mən şadam ki, məsələn, Azərbaycan millisində bax, Bəhlul kimi mərkəz müdafiəçisi var. Fransa ilə oyunda da keçilməz səddidir. Düzdür, vuruldu, yəni qollar, biz tam 0-0 oynaya bilmədik, amma Bəhlul əlindən gələn elədi və əminəm ki, xarici medianın da diqqət mərkəzində oldu.